Axşamınız xeyir. Bu dəfə doğruya olan yolumuz təhsili savadsızlıq girdabında boğan, səhiyyəni sağalmaz dərdə mübtəla edən, zəngin iqtisadiyyatı müflis kökə salan problemlərdən düşməsə də, əslində bu məsələlərlə sıx bağlılığı olan mədəni-mənəvi halətimizdə qərarlaşıb. Problemlər məngənəsində sıxılan cəmiyyətlərdə tarixən sol əhval-ruhiyyə müşahidə olunsa da, bizdə biraz fərqli ab-hava duyulmaqdadır. Başqa sözlə, onlarla gənc qeyri-ənənəvi üslubda oxumaları ilə YouTube-da, nəqliyyatda özlərinə kütləvi auditoriya qazanmaqla qalmır, həm də tərənnüm etdikləri ilə istəsək də, istəməsək də bir norma yaradırlar. Bəs bu mahnıların populyarlığını və çoxalmasını nə şərtləndirir? İstər musiqisi, istərsə də şeiriyyatı baxımından mübahisəli təsir bağışlayan, amma çoxluğun rəğbətini qazanan bu mahnıların yaranmasının və yayılmasının kökündə hansı ictimai fəsadlar durur? Qonaqlarımız müğənnilər Balabəy Mürsəl, yazar Murad Köhnəqala və təcrübəli musiqiçi Əli Mirəliyevdir. Xoş gəlmisiniz. İstərdim ki, müzakirələrə keçməzdən əvvəl, yəni bizim çoxluq nəyə qulaq asır, nəyi dinləyir, bunu göstərən bir kiçik bir araşdırmaya baxaq, sonra səbəbləri müəyyən edərik. Musiqi ruhun qidasıdır. Möcüzələrlə dolu bir dünyadır deyirlər. İnsanın hər anında köməyinə çatan, onu haldan ala salan da musiqidir. Gah güldürüb, gah ağladıb, sevincini çoxaldıb, qəmini, qüssəsini dağıdıb, insanlığı, ülvi sevgini, gözəlliyi tərənnüm edib, vətəni sevdirib, insanı tərbiyə edib, ruhunu oxşayıb. Bax, bu musiqi kimi. Daha bugün hər tində bucaqda, nəqliyyatda az qala qulaqlarımızı mazal edən bu mahnılar kimi yox. Sevdiyim ağladıb məni, sevməyib ağladıb məni, sən demə fırladıb məni, qəşəng. Təviyyəli kafelərə gedirsən ərdən qızlarla, Çaykoviskidə oturmusan sən qızlarla. Olanda qalan sıqışı, olmadı əfqan sıqışı. Gördüyünüz və eşitdiyiniz kimi bayağı məzmun, jargon ifadələr, küçə sözlərindən ibarət bu mahnılarda narkomanlığın, xuliqanlığın təbliği dayanır. Bununla belə dinləyiciləri təəccüb doğuracaq qədər çoxdur. Sosial şəbəkələrdə belə mahnıların reytinqləri rekordlar qırır. Belə mahnılara bizdə həmişə tələb olub, xüsusi bir dinləyici kütləsi var belə mahnıların. Sadəcə olaraq indiki kimi internetdə onları, internet olmayıb, sonra maşınlarda belə səs gücləndiricilər olmayıb ki, onlara qulaq assın və ətraf da eşitsin ki, belə mahnılardan agah olsun. Bu musiqilərin dinləyiciləri sırasında Jiguli sürən çılğın gənclər və yeniyetmələr deyil, qızlar və yaşlı nəslin nümayəndələri də var. Kimə qulaq asırsan? Sabitdir, Cilavadır, Balabədir. Mahnının sözləri də xoşuma gəlir, qulaq asırsan. Niyə belə mahnılara qulaq asırsan? Həyat tərəfində. Daha çox satılır Üzeyrin diskitadır. Cavan nəsildə alır, yaşlı nəsillərdə qulaq asanlar var. İstəyirlər. Mütəxəssislər belə mahnılara marağı onun ritmi ilə izah edirlər. 6-8 ritmi sümüyə düşür, ona görə də sözlərə artıq belə də diqqət eləmirlər və səs keyfiyyətinə elə də diqqət eləmirlər. Hamısı da bir-birinə bənzəyir, çünki hamısı yenə eyni ritmdə, sadəcə olaraq melodiyaları başqadır. Sosial şəbəkələrdə rekord nəticə əldə etmiş Malış ləqəbli müğənni deyir ki, nə görürük, onu da yazırıq. Öz həyatımdan yazıram yəni. Sən getdin elə birlikdə yaşamağı həvəs, demiş naxolum ayırar, ayırsa yana bizi bəs, nə oldu axı yalancı, andıva saati çıxmadın, yanımdaydın hər zaman, amma sona qədər aparmadın. Düşüm mən şəhərin canına, gəzim mən avara. Avara oğlan deyəndə ki, cavanlıqdır bilirsiniz, yəni avaraçılıq deyəndə ki, mən elə deyən avara deyirəm. Yəni əhatəyə baxarsan, görürsən ki, məsələn, avtoşlar var. Məsələn, işdən sonra çay evinə gedirik. Yəni ki, indiki dövrü qeyd etmişəm. Məlum olur ki, bu musiqilərin doğuluşu üçün nə istedad, nə yaradıcılıq, nə də elə böyük vəsait lazımdır. Sadəcə sənətdən yox, elə texnologiyalardan başın çıxsa bəs edər. Səs yazma 20 manat eləyirlər. Sonra minusudur, mahnının minusudur. Çox belə ən yüksək qiymətdə götürsə, ən çox eləyir 100 manat. 100 manat eləyir, sözləri də özləri yazırlar. Bir günə 3-4 belə mahnı hazır eləmək olar. Çünki çox hasan da əlsəyə gəlir. Minusda yəni bitlər heç ritmə düşmür. 6-8 ritm oxşadıblar, ancaq tam demək olmaz olar. Tərzdəki həmin o tərzdir. Səni sevirəm, sənsiz mən olarım, ömrümün sonuna qədər tək
Amma bizi başqaları da dinləyir axı. Özü də əgər bu sərhəd tanımayan musiqidirsə, bu mahnılara qulaq asanlar görəsən bizim haqqımızda nə düşünürlər? Hər halda fikirləşməyə dəyər. Bala bəy, süjetə baxdınız. Burada əks olunan məqamlar hardasa sizin oxuduğunuz mahnılar üçün də keçərli sayıla bilər. Ümumiyyətlə, necə düşünürsünüz? Bax, sizin oxuduğunuz mahnılar, istər sizin və sizin kimi oxuyan insanları təbii ki, mən nəzərdə tuturam. Burada istər şeiriyyəti, musiqisi, məzmunu baxımından səviyyəli, zövqlü mahnılardırmı? Mən əgər öz payıma danışıramsa, yəni hər kəsin öz auditoriyası var. Mürsəlin öz auditoriyası var. Mənim, Üzeyrin, Gülağanın müxtəlifdir auditoriya. Yəni hər kəsdə bir cür, hər təbəqə yəni hamıya qulaq asa bilməz. O bir nəfəri hamı bəyənə bilməz. O artıq insan sayılmaz. Bu yəni ümumi qanundur. Yəni mən elə bir mahnım olmadı ki, orada getsin. Yəni ki, ona kimsə bayağı adı versin. Yəni girək YouTube-a da, yəni bu cəmaatdan soruşaq, müraciət eləyək. Bir nəfər, yəni ki, mənim qulağıma bu vaxtacan deyimiyib ki, filan mahnım bayağıdır. Yəni hesab edir ki, fərqli zövqlü mahnılar. Oturaq mahnıları da xırdalayaq. Məndə mahnı var, səssiz gecələr. Belə başlayıram. Söz deyirsən, söz içində. Musiqi deyirsən, musiqi içində. İtirir. Hər kəs nəsə itirir. Kim bəxtini, kim sevgisini itirir. Ayırır. Yollar bizi ayırır. Məndən səni, səndən məni götürür. Həsrət bu qədər qansız, dönmək geri imkansız. Bundan da böyük qəm-kədər olmaz. Tənha gecələr düşünür əmərdən, keçdikcə o səssiz küçələrdən, ulduzları sönmüş gecələrdən, çox qorxuram aydın səhər olmaz. Aydındır. Yəni buna kimsə nöqsan tuta bilirsə, gəlsin tutsun, amma qanuni olaraq da kimsə desin ki, sənin mahnın bayağıdır. Mümkün olan şey deyil. Mən orada elə bir mahnım... Oğlum söz idi o. Musiqi başqa şeydir. Musiqisi də var. Yəni imkan varsa versinlər. Lazımdır özün canlı elə oxu. Şeirin musiqi nə deyəndə qardaş? İtirir. Hər kəs nəsə itirir. Kim bəxtini, kim sevgisini itirir. Ayırır, yollar bizi ayırır. Məndən səni, səndən məni götürür. İndi həmin nağalanı vur, mən oxuyum misalsın, vur. Pervim aydır, ağardılar divarı, qəbri qorxdandır bu oğlanın şalvarı. Uşaqlıqdan mən çox gezdim bulvarı. Sən nə oxuyursan? Akşi. Sən nə başa düşürsən, musiqi nədir? Sən nə bilirsən, oğlum, sən şeiri bilə bilərsən. Musiqi tamam başqa şeydir. Bu musiqinin nə problemi var? Onda da ki, kökündən problemi var. Artıq mən belə başa düşdüm ki, ümumiyyətlə münasibət bir mənalı deyil. Amma münasibət bir mənalı olmasa da, bir mənalı olan odur ki, sosial şəbəkələrdə bu şəxslərin reytinqləri yüksəkdir. Bax, Mürsəl, necə qazanırsınız bu reytinqi? Auditoriyanı necə toplaya bilirsiniz? Necə başa sala bilərəm? Gördüyümüzü yazırıq, bu bəyənilirsə, biz seviliriksə, necə deyim, niyə də yazmayaq? Allah bizə bunu veribsə, niyə istifadə eləməyək? Yəni siz deyirsiniz ki, bu auditoriyanın kütləvi reytinqi məhz çoxluğun arzularını ifadə eləməklə qazanırsınız. Hərə bir problemi görür, onu yazır. Yəni, o demək, fəlsəfədə belə bir qanun var. Sağı görsən, solu görsən, önünü görsən. Arxanı görmürsən, o demək deyil ki, arxa yoxdur. Gələ arxaya dönüb baxasan. Nə danışırsan? Gələ arxaya dönüb baxasan. Bax, sizcə... Biz arkadaşları görürük, onu gələm alırıq. Yəni, sizcə, niyə bax bu ifalar bu qədər məşhurdur? Yəni, burada ifrat sadəlik mi var, bədii ifadə tərzindən olmaması, rəmzlərin olmamasıdır? Yoxsa nə səbəblər var? Səbəb nədir? Aydındır. Söhbət ondandır ki, bu musiqinin sahibi yoxdur. Qabaq bədii şura vardı, o sahib idi. O bədii şurada otururdu, misal üçün musiqiçilər, kimlər, bəstəkarlar, şairlər, şeiriyyəti bilən yazıçılar. Yəni ki, onların, bizim xalqımız ümumiyyətlə xanım, çox istedadlı xalqdır. Bütün evlərdə bugün sizin kimi qəzəl qoşub, şeir qoşub, oxuyanlar var. Niyə qabaqlar bunlar efirə yol çıxa bilmirdi? Bugün
Musiqi elə bir gündədir ki, bəs mən ne üçün neçə vaxt deyirəm, ay bala, bədii şura lazımdır. Bunların üstündə mütləq qurum lazımdır ki, bədii şura olmasın, başqa adından olsun. Amma bunları təmzilləyən bir qurum olsun ki, şeiriyyat, qardaş, bacarığım var şeir deməyə. Gəl bu şeiri bilib, biz baxaq, xoşumuza gəlsə, musiqiçi bəstəkarlar var, bugün o qədər gözəl bəstəkarlarımız hələ sağdırlar, var. Gedək olan, görək onlar necə, nə baxır sizin bu bayağı fikirləşdiyiniz musiqiyə. Onlar nə, çünki siz muğam bilmirsiniz, siz şeiriyyatı bilmirsiniz, siz 6-lıq, 8-lik musiqiyə qoşulmuş mətnlər var, siz onu bilmirsiniz. Sizin ürəyinizə gələn şey sizə elə gəlir, siz əcdaz, xeyr, tək səndən getmir, ümumiyyətlə mən danışıram. Bugün efirdə oxunan müğənnilər var, xanım, oxuyan müğənnilər və əməkdar xalq arası. Onlar özləri musiqini bilmirlər. Mən bəyəm orada ay işığında oxuyanda Qəmbər Hüseynlinin, Ənvər Əlibelinin sözlərini. Bəyəm mən fikirləşirik ki, mən toya gedəcəyəm. Və yaxud mən toy mahnısı, ay işığında kim aparar toya? Mən səni gördüm ay işığında, könlülər ay işığında. Yəni bu 3 dəqiqəlik mahnıdır. Amma mahnının içində məntiq var, şeir, musiqi var. Onu mən o vaxt Cahangirov vardı, Seyid Rüstəmov vardı. Onlar baxırdılar, qulaq açıb, sonra bizə icazə verirlər. Bu olar mı oxumaq bundan müğənni olar ya yox? Aydındır. Yəni bugün bu qurum yoxdur. Demokratiya deyir, ləğv eləyiblər hamısını. Kim ürəyinə nesibi erməniz oxuyur, Madam Papagay oxuyur, biri arvadı Saykovski, Sadi Krimlovski oxuyur. Bu özü əməkdar artistlər. Murad müəllim, yəni əyləncə bütün məkan və zamanlarda gəncliyin yəni gənclik çox sevir əyləncəni. Amma indi bizdə əyləncə gənclik üçün əlavə vaxt keçirmək, dincəlmək üçün deyil, məşğuliyyətdir, məqsəddir. Hətta bu orta təbəqənin də həyat tərzinə çevrilmədir. Yəni əlbəttə ki, məsələn, xalqların inkişaf səviyyəsinə asılı olaraq onların mədəniyyətlərində əyləncə dəyərlərinin yeri də dəyişir. Amma bizdə bu şəkildə demək olar ki, həyat tərzinə çevrilməsi sizcə nə ilə bağlıdır əyləncənin? Sual demək belə idi ki, əvvəlki sualınızda. Yəni demək olar ki, nə üçün belə bayağı musiqilər, bayağı mahnılar adlandırdım? Bunlar populyardır, doğrudan da populyardır. Mən sizə deyim, bunu danmaq olmaz. Bəli, həqiqətən. Amma nə üçün? Bunun bir neçə səbəbi var. Hamısı xəstə səbəblərdir. Birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti bugün meyxana ritminə köklənib. Əvvələn nağaranla deyirlər meyxana ritmini, indi sevinirlər ki, nə yaxşı böyrünə də bir musiqi qoşulub. Bu deyir, meyxana ritminə köklənib, yəni əruza köklənib. Burada artıq sərbəstlik ola bilməz. Məsələn, estrada oxuyan tutalım, sərbəst şeir oxuyur o an içində. Çünki fikirləri sərbəstdir, estrada musiqisi sərbəst. Burada ritmlər var. Bu sonra demək, ritm, bunların oxuduğu ritm əksəriyyəti demək, mərsiyə üzərindədir. Mərsiyə üzərində. Mərsiyə üzərində. Bunun da səbəbi var. Məsələn, son dövrlər Azərbaycanda İran dövlətinin köməkliyi ilə və yaxud da özgə dövlətlərin köməkliyi ilə Azərbaycanda dini hurafat möhkəm yayılıb. Ta, nə bilim, təsbih, nə bilim, üzərlik, nə bilim, göz muncuğu, ta, nə bilim, təfsirlər, nə bilim, nələr. Bunların özü. Cəmiyyətdə artıq özünü, demək, artıq bərpa eləyib deyə, özünü yer alıb deyə, bunun musiqisində bunlar gətirirlər. Bu adam Mərsiyə, məsələn, Mərsiyə bağlı adamdır. Bunların da musiqisinə qulaq asır, əcəb musiqisi də var. Məsələn, Üzeyrin deyirlər də, mən həmişə deyirəm ki, bu Mərsiyə tipindədir, bu cavan oğlan. Mərsiyə də yoxdur, tamam başqa şeydir. Quyunun dibindən gələn bir səs. Oraya tez-tez gedib gəlirdim, o bazarda da studiyalar vardı, hələ bir şey oxudur. Hələ bir şey oxudur, başını tutub keçirsən. Musiqi alverə dönüm də bugün. Alver eləyirlər musiqini. Məştibatlı, bu olmasın, bu olsun kinosunda Hambalın mahnısı var, Hambal Zariya oxuyur. Demək ki, mən əsasən qalmışam. Bax belə. Yox, sənin 500 manatın cəhənnəm. Mənim bir abbası pulum hara getdi. Demək, mən orada yay vaxtlar idi. Orada bu araba sürən uşaqlar yox. Kənddən gəlirlər filan, işləyirlər də gündəlik və onlar təbii ki, kirayə pulları yoxdur. Çünki az qazanırlar filan. Bunlar həmən o arabanın üstündə yatırdılar gecələr. Yayda isti olurdu da. Yəni yay vaxtı mən çox keçirdim orada. Və o Üzeyrin musiqisinə telefonda qulaq asırdılar.
Onlar öz həyatını, ağlaşma həyatını, ay ürəyim, ay sevgilim, nə bilim filan. Orada tapırlar, bu populyarlıqdır. Sonra bir səbəbi, bəs nə üçün, nə olsun ki, belə ritm belədir, bəs nə üçün populyardır? Çünki ziyasızdır, savadsızdır, ayrı musiqidən xəbəri yoxdur. İndi isə reklam vaxtıdır, bizdən ayrılmayın. Murad müəllim dedi ki, artıq o cəmiyyəti ifadə edir bu mahnılar. Yəni bu mahnıları biz izlədikdə biz burada gəncliyin əhval-ruhiyyəsini biz görürük. Və mənim üçün maraqlıdır, tək mənim üçün tamaşaçı üçün bilmək ki, bugünkü gəncliyin maraq dairəsi nədən ibarətdir, idealı, arzusu nədən ibarətdir? Məsələn, bir maşın alıb avtoxuliqanlıq etməkmi, qızlarla gəzintiyə çıxmaqmı, yəni başı dumanlı olmaqmı? Yəni bu mahnılarda biz bunu görürük. Nədir bu gəncliyin arzusu? Başqa şey olanmaz o. Yəni siz onları görüb yazırsınız təbii ki. Bu sizin probleminiz də deyil hardasa. Yəni siz nədir bu? Mən yenə deyirəm, öz payıma. Yəni, mənim elə bir mahnım göstərsinlər ki, söhbət sizdən gəlir oğlum. Yəni, o xanım çıxartır. Yox, həmən laddadır. Bax, müəllim dedi ki, həmən meyxana üzərindədir. Həmən şeydir də. Bizim yolumuz budur. Bu Nizami Rəmzidən üzr istəyirəm. Sizin oxuduğunuz ağlaşma bir şeydir. Gəncə reallaşmayan ağlaşma. Bir dənə mən sadə bir şey. Azərbaycanlısan da, hə? Xalq mahnısı küçələrə süsətmişim. Bir dənə cümlə mən bir oxumağa gəlməmişim. Qəbul olunur Nizami Rəmzi. Bəli, mən qəbul edirəm, bəli. Biz də o yolun davamçılarıyıq. O yolun yolla gedib Namiq Qaraçuxurlu. Kütləvi olmamalıdır da. Necə? Düzgün deyil. Belə hamı o yoldan getmir. Yol, özü yol, düzgün yoldur. Yəni, indiki cavan müğənniləri hamısı Mərsiyə deyil. Oğlum, üzr istəyirəm səndən. Bax, sabaları... Mərsiyədir. Sən oxuduğun Mərsiyə üzərindədir. Bəlkə özünüz başa düşmürsünüz. Ola bilər, mənim səsimdə haradasa ağırlıqlar ora çəkir. Abala, oğlum, mənə qulaq diqqətlə. Bax, sabaları sən, həmən o zapis səs yazmağı, gətirmirsən bir qəşən bir tədbirdir və yaxud da qohumlar gəlib, oturub qulaq asırlar. Sən özün nə gün də olacaqsa o səsi var, o oxumağı var. Nə problem? Bax, sən, problem səndə nədir? Üzr istəyirəm. Sənin ziyalı təbəqəvin də biz məclislərinə gedirik. Mənim ziyalı təbəqəm olsaydı, sizlərə qoymazdılar. Ziyalı təbəqənin də məclisinə gedirik. Orta təbəqənin də məclisinə gedirik. Aşağı təbəqənin də məclisinə gedirik. Yoxdur da bizim ziyalı təbəqəmiz. Ola tərifləyirlər ancaq. Sizə irad bildirmirlər olar. Ona görə biz bugündəyik. Musiqimiz bugünə o ziyalılar salıblar. Əli müəllim, qoyun bölgələrin ifadəsi. Əli müəllim, biz burada, bugün bu mahnılar niyə çoxalır? Biz bunun alt qatını əgər tapmaq istəyiriksə, bir-birimizi dinləməliyik. İcazə verin, mövqələrini desinlər. Siz də öz fikrinizi sizin məqamınız çatanda deyərsiniz. Buyurun. Yəni, Balabəy əsaslandırmadı, bilmirəm niyə. Məsələn, niyə? Bax, bu gəncliyin, mən yenə də sualıma cavab ala bilmədim. Gəncliyin bugün maraq dairəsi nədir? Ki, siz o mövzulara müraciət edirsiniz. Maraq dairəsi. İndi sevgi başqa-başqadır. Hər bir problem var. Düzdür, sevgi var. Məsəl üçün, mən sevgidən qoydum temanı. Qız, oğlan bir-birini sevir, məsəl üçün, amma qovuşa bilmirlər. Ya qızın valideyni, ya oğlanın valideyni, məsəl üçün. Biz də bunun kökünə gidib dərindən yazırıq ki, bu, məsəl üçün, qız qulaq asır buna. Görür ki, bunun həyatı buradadır da. Bu niyə sevməsin məni? Arabəstəkan şairlər qalıb, siz mahnı yazırsınız. Fakt beşim, biz tanınmamış olmuşsa, biz burada olmalıyıq. Əliğə Vahid aldı. Biz nəsə bir şey eləmişik ki, oturmuşuq burada. Mahnıya söz qoşursunuz. O, sizin oxuduğunuz mahnılarda, həmən ritmdə, heç vaxt bir gənc oğlan gənc qıza ya da gənc qız gənc oğlanı heç vaxt qovuşmayacaq. Sizin oxuduğunuz mahnıların mövzusu nədən ibarətdir? Bax, özünüz deyin. Bunu ümumiləşdirəndə mövzuları nədən ibarətdir? İstəyər qəzəllərim də var, el şənliklərində. Yəni, oxuyuruq da, mahnılardır, bu yolda olan mövzulardır. Mən əsasən mənəvi problemləri, mənəvi problemləri qələm alıram. Yəni, yenə deyirəm, bu yaxşı bax, mahnıdan bir parça gətirdim. Kimlərinsə nəsə itirməyindən, insanların dəyişilməyindən. Yəni, bunlar da əsas. Siz yox, başqaları. Yəni, sizin kimi adlar çoxdur. Başqaları indi özü bilər. Mən o kiminsə haqqında fikir bildirə bilmərəm. Artıq bir cərəyan formalaşdırmışsınız. Artıq var bu insanların sayı. Məsələn üçün, Üzeyirdən başlasa da, biz Üzeyirdən görürük. Amma mən bu siyahını bitirmək olmur. Məsələn, mən balaca bir araşdırma apardım, Murad müəllim. Onlarla bu tipdə, yəni bu tərzdə, mən musiqiçi deyirəm təbii ki, bir tamaşaçı olaraq görürəm. Bu janrda oxuyan insanlara rast gəldim. Amma mən onları neynəsə fərqləndirə bilmədim. İndi mən prodüserdən xahiş edirəm, bir balaca roli kimi yığmışıq fərqli oxuyanlardan, müğənnilərdən. Yəni sizə bir kənardan baxın mövqeyinizi bildirmənizi istəyirəm. Gəlin baxaq görə onları biz nə ilə ayırd edə bilərik. Gedə yığıram surət, saxlasa edərəm hörmət. Qaylarında öz pay var, qay var, qabaqda qay var. Maşının şüşəsin polni aşağı salıram. Boylana, 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 boylana.
yana gəzirəm. Bir maşınım var qayı, tutub qoyub içəri. Çox peridok vermişəm, nə var ondan ötəri. Xodda maşının abrana sür, nə sizə gedək, nə bizə gedək. İki dənə ceyran götürək, iki qardaş dənizə gedək. Xeyri dumandır başım, hələ cavan oğlanam mən. Çox deyir hazır yaşım, hələ cavan oğlanam mən. Deyib içirəm mən ay bırak, mənə düşün olmasın. Mənə belə xoşdur bu həyat, mənə düşün olmasın. Hələ cavansan, nə yaşın var, budur həyatın bir anı. Altımda maşınım olsun, cebimdə biraz da pul. Təxmini belə bir mənzərə yaranır. Niyə belə oxunur, oxuyurlar? Sosial sifarişmi belədir? Niyə belə oxuyursunuz? Necə deyim, sosial sifariş yox, elə deməzdim. Prosta ki, necə cavab verə bilərəm? Bunu istəyirlər də. Bunu istəyirlər. Məsələn, nə istəyirlər? Necə belə mahnılarımıza baxın, özünüz tutuyorsunuz ki, nə istəyirlər? Başı dumanlı olmaq. Bəli, tələbat bu dəqiqə bunu. Niyə o qədər oxuyan var? Həm bizim təbəqədə, həm bizdən yuxarıda. Niyə olar? Niyə mən 10 dənə məsələn mahnı oxumuşam? Şükür, necə deyim? Sən əskər olmusan. Bəli, olmuşam. Əskərlikdən sonra sən belə mahnı oxuyursan, belə bir janra. Nə adəti var ki, əskərlə mahnı? Deyil, mən sizə nə adəti var? Əskərin çox böyük adəti var. Sən əskər mənə kimi qıraqda, vətəndən qıraqda olsaydın, sən vətənə bağlı olardın. Bu musiqi vətənə bağlamır. Bu musiqi narkomanlığa bağlayır. İndi o vaxt vətəndən qıraqda olub, indi vətəndədir. Simasızlıq, üzr istəyirəm oğlum, tək səndən söhbət getmir. Mən bir danışdım, əməkdar artistlərdən gedir söhbət ki, Ağabala Çaykovski, arvadı Moskovski, Sadi Kremlovski. Yəni bu, biz o vaxtı xanım, bizdə ara mahnılar var idi. Yəni həmişə olubdu, sizin dövrünüzdə də oxunubdu. Nizami Rəmzi rəhmətli, mənim dostum olub. Lap belə qardaş kimi, o dağlı mərəzi böyümüşük. O, biz ona kəndindəndir, əsas dağlı idi. Yəni biz Nizami ilə gedirdik, bugün Nizami musiqilərini mən oxuyuram. Toysev mahnılar sözlərinə. Bəli, Simuzəri, xoş xəbəri, Aycan gəl bəri, Simuzəri, o çox musikalini oxuyurdu Nizami. Yəni onun səsi də vardı, avazı, şairliyi də vardı. O Qəzəlxan oğlu idi, əgər qalsaydı sağ. O, yəni ki, meyxanadan başqa Əli Vahid də meyxana deyib, Ağaosen də meyxana deyib. Amma onlar meyxana ilə bərabər, onlar şərqin böyük Qəzəlxanı olub Əli Vahid. Nizami Rəmzi qalsaydı, Nizami Rəmzi bugün şair Qəzəlxan idi. Söhbət ondan gedir. Yəni Əlmənim, bax sizin dövrdə də, zamanda da olub belə ifalar, həmişə olubdu. Sadəcə o vaxt ara mahnılar, Məmməd Bağır Bağırzadə rəhmətlik, sağ olsun, o efirə zapret edir, ara mahnılar oxuyurdu. Çox adamlar olub. Yəni maraqlısı nədir? Sizin dövrünüzdə, yəni bizim zamandan biraz əvvəlki zamanda nəyin sənət nümunəsi, nəyin yaxşı olub olmadığını, sərhədlərini müəyyənləşdirmək mümkün idi. Yəni orta məktəbdə oxuyacaq uşaqlar bunu müəyyənləşdirə bilirdi. Yəni mənim sualım nədir? Yəni canı nədən ibarətdir? Yəni bu gün savadsızlıq mı bunu şərtləndirir? Təhsilsizlik mi bunu şərtləndirir bunların yaranmasının səbəbi? Gücü yoxdur. Bunlar zavod, fabrik olsa gelib işlərlə məşğul olarlar. Müəllim deyir, əvvəl, yəni Sovet dövründə necə idi? Yəni zövq formalaşmalıdır. Bu orta məktəbdən gəlməli. Təhsil alarkən formalaşmalıdır bu. Sovet dövründə də ara mahnıları oxunurdu. Birincisi bunlar kimi bayaq olmurdu. İkincisi, gözəl oxuyurdu ara mahnıları. Onlar yəni rəsmi adam, tutalım, dövlət tərəfindən tanınmayan adamlar idi. Bəstəkar mahnıları oxumurdular, özləri öz istedadlarını bəstəyirdi, oxuyurdular. Amma əvvəl-axır onlar efirə buraxıldı. Belə bartlar, tutalım deyək də, qeyri-qanuni oxuyanlar Ruslarda da çoxdur. Amma onlar üsyankar mahnılar oxuyur da, bunlar kimi... Yəni mən verişin əvvəlində də vurğular. Sol əhval Vysotski və çox gözəl nümunələr var. Günahkar biz burada axtarmırıq, problemin kökünü axtarırıqsa, bəlkə burada elitar dəyərlərin dəyişməsi də burada rol oynayır. Artıq təkmillik, mənəvi kamillik, elitarlığın göstəricisi yox, məhz pulun həm yüksək təbəqədə, həm də kütlədə dominantlığı bu vəziyyəti şərtləndirir. Bəli, bax, cəmiyyətin özü zədəli olanda, xəstə olanda, təbii ki, infeksiyon xəstəliklər tez yayılır da. Mən bunu sadəcə obrazlı dedim. Eləcə də məsələn, cəmiyyətin mədəniyyəti zədələnəndə, mədəniyyətə yad şeylər özünə yer alır. Tutalım, belə müğən, məsələn, mən Üzeyrin mahnısını mən məhətdə qalım ki, yəni buna qulaq asın bir gənc olarmı? Baxdım, gördüm ki, gənclərimiz elə o vəziyyətdədir, yəni yarı yuxulu. Bəli. Gənclər, mən deyirəm ki, arabanın üstündə yatıb bu adam gecə, quldur da bu adam.
Bax, qulun mahnısı. O oxuyur, ona qulaq asır. Bunun canında artıq heç nə yoxdur. Boş. Bilirsinizmi? Bir etirazı yoxdur bu adam, bu gəncin. İsyan yoxdur. İrəliyə bir can atması yoxdur. Bunlar da hardan qaynaqlanır? Təhsilsizlikdən. Məsələn, kitab oxumurlar, təhsilləri pisdir, orta məktəblərdə yaxşı dərs keçilmir, tədris kitabları zəifdir, dəfələrlə tənqid olunsa da belə, heç düzəlib eləmir, elə o gündədir. Və belə, ali məktəbə qəbul olmaq istəyənlər isə, tutalım, ciddi nəzarət altında valideynlərin pulunun nəzarətini altında ayrı-ayrı repetitor müəllimlərin yanına gedirlər. Yəni, orta məktəbdə əgər bir uşağın başını bıraxdın, bəli, o gedib üzəri qulaq asmalıdır, o gedib meyxana eləməlidir, müəllim demiş ki, nəyəsə xodluq eləməlidir. Amma Murad müəllim, ən təəssüf doğuran odur ki, bu məqamlar mahnılarda əks olunmur, onun nəticəsi mahnılarda əks olunur. Yox, üzr istəyirəm, bu mahnılar həm də rahat yalı, birincisi ritmikdir, məsələn, çünki bunların hamısının beyni meyxanaya, bunların hamısının beyni meyxana köklənib, bunların hamısı meyxana köklənib, asan dəzbərlənir. İkincisi, bunun musiqisi indi texnologiya sənə imkan verir ki, istənilən cür orada qurulur, elektrondur da, qurulur, istənilən ritmi alırsan. Biz o süjetdən də biz gördük. İstənilən ritmi alırsan, istənilən cür, müxtəlif ritmi alırsan. Bu da sənin musiqin, səs də, düzəlir də, nə var ki? Bu janrı təmsil edən şəxslərdən biri kimi cavablandırmanız əsasdır ki, bu insanlarda səs yoxdur, xüsusi səs məzmun studiyalarında proqramlar vasitəsindən səslərini düzəldirlər, mahnı yazırlar. Yəni, əgər belədirsə, bax elə, nə tövsiyə olunardı bu cür oxuyanlara? Bəlkə elə bu peşəni atıb daha bir faydalı peşənin qulpundan yapışmaq lazım. Çünki zaman göstərir ki, bu cür mahnılar arxivə atılır. Yenə deyirəm, mən kimlərsinsə ola bilər. Yenə deyirəm, mənim şükür Allaha, yəni ola bilər, mənə kim tənqid edə bilər? Mənə o adam tənqid edə bilər ki, ümumiyyətlə musiqini bəyənməsin. Ümumiyyətlə bu janrı bəyənməsin, o Allah adamı olsun, qulaq asmasın. Belə dində belə bir termin var ki, musiqi haramdır. Oğlum, aparsaq gəncləri başqa yerə axı. Biz deməyəsə, kim deyəcəksə? Sən nə deyəcəksən? Mən 70 il oxuyursan, heç bir özün bilmirsən nə oxuyursan. Əlim, imkan yeri mövqeyini bildirsin də. O mahnılar sizdə o cəngavərlik ola bilməz, mümkündür. Əlim, cəmiyyətdə cəngavərliyə tələf yoxdursa, bu bir şəxslərdə nə günah var? Yəni, bunlar gördüklərin yazırlar. Çox üzr istəyirəm. Əgər söhbət vətənpərvərlikdən gedirsə, mənim yazdıqlarımın içində belə bir mövzu da var. Bütün Azərbaycan qulaq asıb, hamı da mənə zəng eləyib, ona əhsən deyib. Gedir ömür qatarı, dayanmır ki, dayanmır. Bir aşağı, bir yuxarı, dayanmır ki, dayanmır. Olub olacaq igidlər Azərbaycan elində. Allahu Əkbər sözün şüvar edib dilində. Yuxuda gördüm mübariz, əyləşib at belində. Çapır Qarabağa sarı. Dayanmır ki, dayanmır. Çox gözəl sözdür, xoşum gəldi. Mən sahibiyəm, nə deyirəm? Mən deyirəm, o janrdır. Yəni, vətən deysən, vətəndən var. Oğlum, o janrdır. Dünən deysən, dünəndən var. Ayrı şeydir. Sabah deysən, sabahdan var. Şeirin içində musiqi, oğlum, tamam başqa şeydir. Bu, siz aləmi qatmışsın. Yəni, real bir şey yoxsa da yuxuda görmək var. Yəni, sənə elə gəlir ki, sən sözün, sən gözəl sözdür. Amma onun ustası, onun, misal şeiri bilən, o şeirləşdirən... Mən çox üzr istəyirəm. Mən tənqid eləyən, üzr istəyirəm, bizi tənqid eləyən... Mən səndən danışmıram. Elə tənqid eləsin ki, mən durum onu qucaqlayım, öpüyüm, deyim sənə halaldır. Heç vaxt bizim xalqımız tənqiddən nəticə çıxardır. Sən mən dəyərli tənqid elədin. Şəxsiydilər oğlum bugün. Siz məni çoxdan öpərdiniz. Siz mənə qeyd edin ki, haran oxuyansınız. O mənə kifayətim idi. Əlim, burada narahatlıq doğuran məqam bu mahnılarda ifadə olunan məzmundan əsasdır. Yəni, burada təbliğ olunan, yenə bayaqca söhbətimizə qayıdırıq, narkomaniyadır, gənclərin başı, dəliqanlı gənclik, tüfeyli həyat tərzi. Tüfeyli həyat tərzi. Bax, bizə, Əlim, xahiş edirəm. Yəni, bizə bunu siz izah edin, bu mövzulara müraciət edən sizsiniz. Təbii ki, sizin səbəbləriniz var, niyə müraciət edirsiniz bu mövzulara? Yəni, nədən tələbat gəlir buna? Onu bir kəlmə deməyəm, görüb yazırıq. Görürəm, bu fakt bunu istəyirlər. Mən məsəl üçün, başqa bir temada mahnı çıxardım, məsəl üçün. Görürəm, bu dinləyici heç kim qulaq asmır da, buna indi uşaq da öyrəm ki, oradan, buradan. Amma görüb bir dənə ki, çıxım, məsəl üçün tələbat var o buna. Məsəl üçün, küs barış, mənim bir temam var. Nə mənası var hər gün küs barış? Elə bir insan olsun deyənməz ki, o insan küsüb barışmasın öz sevdiyi insanla və yaxud dostu ilə. Küs barış, gördüm, məsələn,
bu insan necə demək, bu özündə bu şey var da, bu qarşı tərəfdə görür ki, küsürük, barışırıq. Küsürük, barışma insan yoxdur. Mən də bunu çıxardım, tələbat buna var, görürəm bunu, çıxartdım, pis o. Siz elə gəlirsiniz bugün gördüyümüz, bizim gördüyümüz o kadar karanlık şeyler var. Niye yazmırsınız onunla? Korklusunuz. Bir dakika, üzr istəyirəm. Sizin gördüyünüz o kadar biabırçılıqlar var ki, siz onları görürsünüz. Məndən yaxşı bilirsiniz söhbət nədən gedir. Maraqlı məsələyə toxundu Əli müəllim. Yəni niyə ictimai yükü olan, buna da tələbat var. Bəlkə bunu kütləvləşdirmək lazımdır. Niyə o problemlər və bu problemləri doğuran... Evet, bilmirsən oğlum. Artıq sadalandıbdır mı? Gəncliyin bütün problemləri var. Bugün gənclik razıdırmı öz həyat tərzindən? Xeyr. Şimdi mən o problemdən yazsaydım, mən də burada yox idim. Ha, gördün? Bak, budur da söhbət. Mən o profesional adam yazmalı. Mən məsəl üçün, gəlib 40 qəpik çörək yaram. Mən çörək yazsam, mən kim baxar, mən kim qulaq asır? İndi isə reklam vaxtıdır, bizdən ayrılmayın. Qaranlıq nöqtələr deyirsiniz, o da var bizdə. Mən bunu deyirəm. Onu da yazmışıq. Yəni mən öz payıma danışıram. Mən bu qeyd edirəm ki, yəni tənqidi adam qəbul eləyər. Söz yox. Mən bu da vurğuladım. Yəni elə tənqid yerində olsun. Hansı mövzu deyirsiniz, hansı qaranlıq nöqtə deyirsiniz, mənim yazılarımda var. Yəni çıxartıb qoyur bilirəm, qulaq asıblar da bəyənilib də. Yəni bu günləri məndə mövzu var. Düşünən varmı ömürdən gedir, hər an gedirik. Sualım var, niyə getdikcə bu dövran gedirik? Girib internetə baxsaq kimi peşman eləməz. Adam öz vicdanını, nəfsinə qurban eləməz. Elə şeylər edirik ki, onu heyvan eləməz. Demək ondan betərik, ism ilə insan gedirik. Düşünən varmı ömürdən gedir, hər an gedirik? Çox gözəl. Yəni bu da var. O da var. Mən bəyənirəm sözü. Amma musiqi ayrı şeydir oğlum. Əgər səbəblərdən danışırıqsa, bir neçə səbəbi artıq sadaladıq biz. Yəni burada bəs kütləvi axının yaratdığı kütləvi mədəniyyət nə dərəcədə rol oynayır? Şəhərdə baxırsan, bütün çayxanalar, meyxanalar dolu adamlardır. Sovet dövründə bir adamlar bu qədər adam tapılmadı. Çünki hər öz işi var. Axşam işdən sonra olardı belə şeylər. İşsizlikdir, əsasında gənclər, yəni 20-50 yaş arası ən enerjili adamlar kütləvi işsizlikdir. Kütləvi işsizlikdir, kütləvi savadsızlıqdır, maarifsizlikdir, dinin, xurafatın ciddi yayılmasıdır. Bunların hamısı gətirir və belə simvolik şeirləri bəyənməyə gətirib çıxardır, belə ritmik mahnılara gətirib çıxardır. Məsələn, bunların, belə müğənnilərin demək, dinləyiciləri ömrü boyu roka qulaq asmaz. Bunlar dövranı insan, nə bilim, fanidir, nə bilim, fatalist fikirlər, qəzadan gözləmək. Real görürsən ki, bir dəqiqə, bir də görürsən, meyxana deyirlər, məsələn, söhbət Qarabağdan düşür, güya bunlar demək, vətənpərvər sözlər deyir. Biri deyir, mən Allahdan istəyirəm Qarabağı, biri deyir, Kərbaladan istəyirəm, biri deyir, İmam Hüseyndən istəyirəm, biri deyir, Həzrət Abbasdan istəyirəm. Bu fatalist fikir. Biri demir ki, ümumiyyətlə, gəlin tutalım deyirəm. Demirəm ki, o biri desə ki, gəlin gedək vuruşa, elə onu qoyacaqlar vuruşmağa. Məsəl üçün deyirəm ki, simvolik şeylərdən çıxmaq lazımdır. Və sizin o indi şeiri oxudunuz, ki, nə bilim, insan belə gedir falan, insan yaxşı olmalıdır. Bunlar hamısı simvolikdir. İndi bilmirəm, başa düşürsünüz. Məsələn, orada tutalım, dərd var, pis insan var, amma konkret heç nə yoxdur. Bilirsən, ad yoxdur, heç nə yoxdur. Konkret dərd var, bir dənə simvolik dərd var. Şeirin gözəlliyi odur ki, hikməti pünhan olsun. Şeirin gözəlliyi odur ki, açıq olmasın. Yəni ona da riayət eləmək lazım. Bax, indi 21-ci əsr üçün. 21-ci əsr üçün o iyi becərir. Sonra yadımdan çıxar, sən bunu, bu şeiriyyatı, üzr istəyirəm səndən, dönə-dönə qardaş. Sən bu şeiriyyatı, mənim xoşuma gələ sənin cümlələrin. Sən fikrimi cəmlə şeiriyyata, mənə qulaq as. Sən onun xeyrini görərsən. Sən oxumağa girişmə, oxumaq sənliyidir. Mən onsuz da oxumaq, meyxana bizə nə deməkdir? Meyxana, sözün mənası var. İçki evi. Təqdim olunan bizə bu mahnılar özünü ifadədir. Elə deyilmi? O da var. Özünü reallaşdırmaq, özünü ifadə. Cəmiyyətin də problemi var. Cəmiyyətdə göstərmək var, özünü də göstərmək var. Yəni, hər ikinizə bu sualı ünvanlamaq istəyirəm. Arxanızda, yəni bu mübahisə doğurmayan bir şeydir, Əl-müəllim. Biz əgər YouTube-da açırıq 200 min, 300 min, 400 min, 500 min buna baxan varsa, xoşlayan varsa, bu böyük bir qüvvədir, auditoriyadır bunların arxasında. Yəni, özünü ifadəni, böyük bir qüvvəni arxanızca aparan bir böyük qüvvə uçurma aparırsınız. Bunun üçün vasitə seçməyin məsuliyyətini anlayırsınızmı siz?
Yəni hardasa bu təbliğ mahnılarınızdakı o təlqinlə. Yəni bu hardasa oxuduğunuzun məsuliyyətini anlayırsınızmı? Özünüzə bir sual edirsinizmi? Bir sənə çıxış yolları var. Məsələn, türk müğənnilərinə tutalım, rus müğənnilərinə, estrada müğənnilərinə, yəni ritminizi dəyişə bilərsiniz. Bu əruzdan çıxın, meyxanaçılıqdan çıxın, yəni. Bilirsiniz, bu kütləvi bir şeydir. Bu insan bədənini yatırtmaq üçündür. Muğamın özü də elədir. Bu insan yaratmayı nə mənada? Bunlar hamısı hücrə sənətidir. Məsələn, muğamın özü, hücrə Allahla tutalım. Bəli, Quran gələndən kimdən? Yox, təhcə söhbət. Əbu Əta muğamıdır, o Azam muğamı Əbu Əta muğamındandır. Qurandan da əvvəl, İslam dinindən də əvvəl, bu Hindistandan qalxan muğamın dibi Hindistandadır. Yəni o xramlarda rahiblərin tutalım meditasiyası. Zümzüməsi. Özü, bəli. Zümzüməsi meditasiyasıdır. Güya sanki Allahla bunlar əlaqə girirlər və rabitə yaradırlar. Onlara elə gəlir. Burada insanın fiziki bədəni ölür, yəni. Ruhən dir qalırsan, tutalım fiziki bədəni ölür. Səhər. İnsan varlığı ruhəndə əsasən. Bu cisim insanın paltarıdır. İndi sən onu axşam eləyə bilərsən, yəni onu kütləv olmaz. Sən onu təkcə hücrədə oturur eləyə bilərsən. Tutalım, namaz qılan da elə olmalıdır, elə muğam oxuyan da elə olmalıdır. Da bu kütləviləşməməlidir. Siz elə bilir ki, bu meyxanadır, ondan sonra bu muğamdır. Bu bədən öldürən şeylər var, belə adamı yatırdan. Bunlar kütləvi olmamalı. Bədən ölür, bədəni yox, nəsli öldürür, əqrəbəni öldürür. Bunlar kütləvi olmamalı. Bədəni öldürür. Mən bir də üzr istəyirəm dəfələrlə sizdən. Sən bir rock konsertinə baxıbsan, heç olmazsa lentada baxırsan. Görürsən insanlar necə coşurlar. O başqa şeydir. O insanı coşduran, haradasa daha şeytani bir şeylərdir. Üzr istəyirəm, hissləri oyadan bir şeydir. Onun özünün bir xeyri yox da insan ruhuna. Bir dənə sən bilmədiyi bil də. Əgər ondan danışsansa onda bir xeyri yoxdur. Bir dəqiqə mənə qulaq as, sən bildiyi bilirsən. Özü sən qabağında oturan hər bir adamdır, professional müğənnidir. Buyur, bəli mənim, buyur. O sadəcə o adı, özümü bugün o qədər adı qaralayıb, ləkə o var ki, adının üstündə. Özüm üstümə gətirmirəm. Mən deyirəm, mənə deyir, xalqın sevimli sənətkarı. Mən müğənni lazım dedim. Üzeyir bəyə qədər, bax belə idi. Üzeyir bəy rəhmətli, inqilab elədi. O bizim Azərbaycan muğamının 7 şax muğamı götürdü və o muğamın əsas mahnı janrı ayrıldı. Siz bugün heç birinə cavab verə bilirsiniz, şeir ola bilər, söz ola bilər. Amma musiqi tamam başqa şeydir oğlum. Üzeyir bəyin elə Leyli Məcnun operası, müəllim də vurğuladı, Mərsiyə stilindədir. Bəli, ola bilər. Nə var ki burada? Mərsiyə stilindədir. Mərsiyə də var, başqa burada nə var ki? Yəni bir deyirsiniz ki, olmaz elə şeylər. O boyda opera. Koroğlu Uvertürası. O boyda opera. Koroğlu Uvertürası nədir onda? Dararam, nə deməkdir o? O da ruhlandırıcı, vətənpərvərliyidir. Vətənpərvərliyidir. Bunlar hamısı əruzun içində olan şeylərdir. Sən hər gün gəlib o Mərsiyə qulaq asmamalısın. Çıxış yolunu siz nədə görürsünüz? Bu şəkildə davam etmək, yoxsa təkmilləşmək və yaxud da ki, belə deyək də, sənətçilərin bəyəndiyi şəkildə oxumaqmı? Yəni siz nədə görürsünüz? Mən yenə, əgər son dəfədirsə yenə vurğulayıram, əgər kimsə mənə zəng eləsə, hardasa olsam, əgər desə ki, Balabəy, sənin filan mahnun, filan nəğmə, filan şeirin problem yaradır, mənim xoşuma gəlmir, səviyyəsizdir, mən o gün sənət atarım. Buyur, Mürsəl, sən necə fikirləşirsən? Mən həmçin Balabəyə qoşuluram, necə demək? Nə qədər ki, Allah qutarmayıb, bu qutaran bir şeydir, o vaxta kimi də. Bu şəkildə davam elətdirəcək. Yəni, tənqidlər var, amma alternativ nümunələr ortaya qoyulmur. Niyə bax qoyulmur? Bax, bizim çıxış yolu bax nədədir? Siz nə təklif edirsiniz? Mən, məsələn, təklif edirəm ki, biraz xarici musiqiyə qulaq assınlar, biraz təhminləşdirsinlər. Onlar bizə qulaq assınlar. Yəni, bu meyxana adından çıxsınlar, yəni. Meyxanadan çıxsınlar. Siz əlməlisiniz. Mən sizə bir söz, mənim balalarım, götürün Hacıbaba Hüseynin oxuduğu muğamları, Yaqub Məmmədov, Xan Əminin, Əbülfət Əliyevin oxuduğu muğamları Alim Qasımov bugün oxuyur. Bax,
baxın, görün, o muğam sizi haralara aparacaq, təmizliyə, saflığa. Siz bugün gedirsiniz başqa yerə. Ona görə mən sizim dayanın deyirəm. Ay gənclər, mən sizə qurban olum. Siz hamınız mənim xalqımın balalarısınız. Mən də sizlənəm, siz də məndənsiniz. Amma biz buna əlac eləməyirik. Yəni yaşlı nəsil, biz böyle. Biz əgər qoysaq, siz gedib o yanğın ayağınızı qoyursunuz, artıq yanacaqsınız. Biz qoymayın. Oraya şeydir, olmaz. Yəni yana bilərsiniz. Ora balotadır, ora ayağınız batar. Yəni yaxşıdır bu. Siz niyə bunu qəbul eləmirsiniz? Siz niyə elə bilirsiniz ki, Əli Mir Əliyev xalqına öz musiqimə mən düşman kəsilmişəm. Mən sizi çox istəyirəm. İstəyirəm ki, mən öləndən siz mən deyənləri həyata keçirirsiniz. Bütün müğənnilərə aiddir. Tək sizə şamil olunmur. Təşəkkür edirəm hər birinizə. Hər birinizə təşəkkür edirəm. Siz də gəldiniz, yəni çoxluğu narahat edən bir problemin müzakirəsində iştirak etdiniz. Bir sözlə, Konfusiyaya görə cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir. Və yaxud da ki, hər hansı bir ölkənin mənəvi cəhətdən, əxlaqi cəhətdən ucalıb ucalmadığını anlamaq istəyirsinizsə, o ölkənin musiqisini dinləyin. Odur ki, hərdən kiçik üzeyirləri dinləyəndə böyük üzeyirləri də yaddan çıxarmayın. Məhz mənəvi sərvətə sahib olmaq arzusu ilə salamat qalın.